1 dekabr 2025-ci il tarixində Müdafiə Sənayesi Nazirliyi və Azərsilah Holdinginin nümayəndələrinin iştirakı ilə Azərbaycan Texniki Universitetinin Xüsusi Texnika və Texnologiya Fakültəsində məzunlar və 3-4-cü kurs tələbələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi gələcək dövrdə hazırlanacaq kadrların hansı istiqamətlər üzrə formalaşdırılmalı olduğunu, müasir dövrün tələblərini, eləcə də yeni yaradılacaq zavod və müəssisələrdə çalışacaq mütəxəssislərin hansı bilik və bacarıqlara malik olmasının vacibliyini iştirakçıların diqqətinə çatdırmaq olub. Tədbir zamanı müdafiə sənayesi müəssisələrində karyera imkanları, istehsalat mühiti və tələb olunan əsas bacarıqlar barədə ətraflı məlumat verilib. Eyni zamanda fakültə məzunlarının müdafiə sənayesi üzrə zavod və müəssisələrə işə qəbulu zamanı tətbiq edilən təyinat prosesi barədə danışılıb. Qeyd edilib ki, xüsusi texnika və texnologiya fakültəsi üzrə məzunların böyük əksəriyyəti ixtisaslarına uyğun olaraq işlə təmin olunur. Xüsusi Texnika Texnologiya Fakültəsi Azərbaycan Texniki Universitetində 2011-ci ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb. Fakültənin əsas məqsədi müdafiə sənayesinin müəssisələri üçün yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsidir. Bu istiqamətdə fakültədə beynəlxalq standartlara cavab verən təlim-tərbiyə prosesi qurulmuş olub. Eyni zamanda nəzəri dərslərin praktik biliklərlə zənginləşdirilməsi üçün həm universitet daxilində infrastruktur mövcuddur və eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin müvafiq istehsalat müəssisələrində praktiki dərslər davam elətdirilir. Bu istiqamətdə tədris prosesinin daha da yaxşılaşdırılması üçün mart 2025-ci il tarixində universitetimizin Elm Şurasının qərarı ilə fakültə pilot statusu verilib və bu çərçivədə iyun ayından etibarən ISO 21001 təhsil təşkilatlarının idarə etmə sertifikatının alınması üçün fəaliyyətlər başlanmış və yekunlaşdırılmışdır. Hal-hazırda həmin sertifikatın alınması istiqamətində xarici audit tamamlanmış və fakültəmiz ISO 21001 təhsil müəssisələrinin idarə etmə sertifikatını almağa haqq qazanmışdır. Bununla birlikdə biz eyni zamanda məzunlarımızın iş imkanlarını və işlə təmin olunmaları istiqamətində fəaliyyətlər həyata keçiririk. Bu fəaliyyətlərdən birisi hal-hazırda fakültəmizdə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə 2025-ci ildə məzun olmuş tələbələrimiz və eyni zamanda 3-cü və 4-cü kurs tələbələrimizlə görüş təşkil edilir. Və bu görüşün məqsədi Müdafiə Sənayesi Nazirliyinin tabelçiliyində olan müəssisələrdə işə qəbul prosesləri ilə bizim həm tələbələrimiz, həm məzunlarımızı tanış eləmək və eyni zamanda 3-cü və 4-cü kursda oxuyan tələbələrimizin hansı istiqamətlərdə, hansı əsasda sənaye yönümlü biliklərlə özlərini yetişdirmələrinə töhfə verir.